qonaqlar, öncə bizim birindiler adından sizi salamlayırıq. Bayramımıza xoş gəlmişsiniz. Bugün bura birinci sınıfın sonunda bütün keçdiklərimizi, öyrəndiklərimizi nümayiş etdirmək üçün yolmuşuz. Məktəbə qədəm qoyduğumuz günü ilk eşitdiyimiz Azərbaycan Respublikasının dövlət himni olmuşdu. İndi də mən istəyirəm ki, bayramımızı himnimizlə başlayaq. Bu sıralanmış hərflərin yığını olan əlifbanı öyrənmişik. Bilirik ki, bunlar Latin qrafikasından götürülmüşdür. İndi artıq bilirik ki, öyrəndiyimiz sərflər bu din fərqləyən sərfləridir. Nədir? Bak, səslərin işarəsi, bildiyimiz sözləri, yazılıq nişanı. Azərbaycan əlifbasında 32 hərfimiz, 33 səsimiz var. Hərflər səslərin yazıda işarəsidir. Saitlər incə və qalın olur. Saitlər dodaqlanan və dodaqlanmayan olur. Samitlər 23 dənədir. Onlar dönküntülü və kar olur. Ümumiyyətlə bütün hərflər özünə məxsus xüsusiyyətləri var. Şəkərdir, ana dilim, güllərdir, ana dilim, dildi bəyəz, doğrasın dilim. Ana dilim, can dilim, adıma kurban dilim, danışanda bağlıdır, bu Azərbaycan dilim.
hərflər bil. Sen keş bu yana. Baba keş bu yana. Ortaya gel. Asiye ortaya gel. Gel. Bu ayrıldı. Bunu çay yaxşı gəlir. Eşitmirsən? Nə olub? Gəl çöpü çıxarmağa kömək et. Mənim vaxtım yoxdur, mən atamla danışıram. Danışarsın, telefonda danışarsan. Kontum var. Gələr. Gələr. Nə babadan, nənə babadan, baba kızdan, dadırdan, dadırdan, pul sıxmır. Nənə gedib, ağabey çağırır. Ağabey kimi kız gəldi. Mən niyə gəlirəm? Mən niyə gəlirəm? Yorulmuşam. Gəl susuz qalma. Malsın, səs bilir. Səs bilsin də mənə qalan sürtünlüyü verirsiniz. Gəl misin? Götür de stuldan. O birisi yapma. Al. Al.
Almasın, hiç mi almamış? Şey de buradan gelsin. O tarafa atalım. Nefes. Biz kızların üstüne çekiyoruz. Getirme. Açmadan yedik bekleyelim. Ben tam baştan Allah'ın bedenlerden nedenlerine babadan babadan tartılar kızdırmır. Bu vakit hiç sen gelir. O bir şeyi görüp korkur. Tez onun kuyruğundan ders çıkar. Allah'ın meskan pislenir. Pislenir dağlanır. Sen biraz da tartılır kurt çıkır. Bütün harici meyve tələbəzlər kimi mən də bu turpu sizə yeməyə məsləhət görürəm. Birlikdədir! Dayan. Zeynep. Hamımız. Bir də biz mən arkadaşıdır. Elmlərin şahı olan irəliyyatı dərindən öyrənmişik. On dəmərə gəlinin toplama və çıxma əməlləri birində elədirilmişdir ki, ayrılmaq istəmir. Diyazın mahnısı isə tam yorğunluğumuzu çıxardır. Öyrəndiklərimizə həyatda əməl etməliyik, ağıllı məsləhət səhnəciyik. Bir gün Hindistanda bir uşaq armud ağacı gördü. Bir yetişməmiş kal armud dərib bir az yedi.
Kaldı ki. Birazdan bir müddetten sonra karnı almaya başladı. Hepimiz yanına yollandı. Karnım ben kahveni hiç görebilmem. Şey yolda bir ağaçtan bir çalamur derdim, onu yedim. Yok. Ay, sen bu gözler mavi. Ben gözlerim yakın böyle, karnım ağrıyor. Ay. Bildiğim gözler maviren yükselmesine daha da Çok sağ ol. Allah'a eşyalar düzeltmişiz. Normatifleri yerine getirmişiz. İngiliz dilinde de çoklu sözler, şeyler öğrenmişim. İnciri, mansafne, özellikle özellikle, özellikle, singetse, welcome, verimi. Boyanı eline almayanlar müstakil olarak resimler çekebilirler. Musiki alifbasını öğrenip, 7 notur söyler düşmüşük. Mahnılar rəqsi öğrenmişik. Müstəqil Azərbaycanın müxtəlif bayramlarını və unudulmaz günlərini öyrəndik. 28 Mart Respublika günüdür. Sənin adın namaz, dostu oldu mehriban. Sənindir gözəl dövrən, müstəqil Azərbaycan. Oldum hüsnündə heyran, yazdım adına dastan. Yaşa azad bir alan, müstəqil Azərbaycan. Tariximiz qacaldı, torpağından gicaldı, asmana caldı, üç rəngli bayrağı. Göz qacası qalan, qalan ana güzələm, oğru eşarəm, üç rəngli bayrağımız. Onun dağlarına çaktı, üç rəngli bayrağı zirvələyə. Yurtumuzun üstündən qovdum qara kölgəni, məhv olmaqdan qorudum, xilas etdin ölkəni. Sıra dağlar, gen dərələr, ürək açan mənzərələr, qeyran qaçan düyün mənə nə çoxdur oyladım sənin ananın yayları.
müqəddəsdir? Vətən müqəddəsdir. Nə vətən müqəddəsdir? Git babandan. Nə bilim, git babandan sor. Baba, ay baba, vətən nədir? Bu sözü hardan eşitmirsən? Uşaqlar deyirlər ki, vətən müqəddəsdir. Hara doğru? Get gətirə gətir, yoruldu şartım. Zeynep, evimiz orman. Ha baba bak. Ormanın üstünde küçülü. Torpağın üstünde. Bak, o vətən torpağıdır. Axı evlər çoxludur şəhərdə, kənddə. Vətən böyükdür. Kənd, şəhər, düz, bağ, bostan, dərə. Düz, bağ, bostan, dərə, təpələrdən də vətən olar. Axı oralarda insan yaşamar. Sən deyirsən ki, bizim yaşadığımız yer vətəndir. Bəli, dedim. Ancaq o yerlərdə əkib becərməsək, biz nə ilə yaşayarıq? Hətta içdiyimiz suda vətəndir. Onda biz də vətəni şeyləmək. Yox, biz vətəndaşıq. Bəs vətəndaş nədir? Vətəndaş böyük sözdür. Vətən sahibi onu qoruyan, onun yolunda özünü qurban verməyə hazır olan adamlar, xalq, vətəndaş adlanır. Vətəndaş nədir? Mən, sən, atan, anan, xalq adlanır. Hər insanın öz vətəni kimi, öz anası kimi, öz dili də var. Vətən ana kimi müqəddəsdir. Baba, bəs müqəddəs nədir? Ən əziz toxunulmaz şey müqəddəsdir. Ana südü, vətən torpağı, alınmaz, satılmaz, bağışlanmaz, onun qiyməti yoxdur. Valideynlər müqəddəsdirlər. Məhəmməd Peyğəmbər deyir ki, cənnət əlalarının ayağının altındadır. Ataya itaət, Allaha itaət. Ataya isyan, Allaha qarşı isyan deməkdir. Əsir qadam, şah qadam, bədi beyni qadam. Arzu budur hər səhər, sədət əvvəl oyadan. Gecələr oyaq adam, ömrübər dayaq adam. İstərəm tez görüb, qulluğunda dayanım. Çok
Anadan aziz yanada anadır. Bir evin öncelikle bir adamda doğmaları üçüncüsü anamız olan müəllimimizdir. Müəllim anadan sonra en aziz adam. Karanlıktan ışığa tutmak için dünyada büyük məhəbbətlə mən beş tutub gedirəm müəllimin əlində. Qalxırıq əyləşdirik, vurur divarda saat, istər düz, istər danış, dayanan deyir həyat. Böyüklərə hər zaman zəhmət öyrədidir, oxumağı, yazmağı, hörmət öyrədir. Neler var bu fasıl çaydakta insan öğrenmek ise öğretip de hayatta.
Gayret çekmiş.
da bayramımız sona çatdı. Səhvlərə görə birinci olaraq sizdən hamınızdan üzr istəyirəm. Bağışlayırsınız. Əziz valideynlər, əziz müəllimlər, doğrudan da bizim əlifba bayramımız bir-birindən rəngarəng, bir-birindən məzmunlu, bir-birindən gözəl keçirdi. Bu yaxınlarda biz Fərdə müəllimənin əlifba bayramında olduq və doğrudan da bütün buradakı tamaşaçılar hamımız feyziyab olduq. Sözün əsl mənasında. Çünki o qədər mənalı idi. Ancaq bu günləri İradə müəllimənin tədbiri necə deyərlər, bir zirvə oldu. Fərdə müəllimənki də çox yüksək dərəcədə idi. Yəni bundan qabaqçılar da ancaq il tədbirlərin belə yüksək səviyyədə keçməsi, mənalı keçməsi, məzmunlu keçməsi bu əlbəttə ki, müəllimlərimizin və valideynlərimizin fədakar əməyidir. Geyimimiz, hüququmuz biridir, şagirdidir hamımızın adıda. Elə bil ki boyumuzda eynidir, aman Allah nə xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı, min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ, talih yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı, min arzuyla alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız